Salam aleyküm əziz dostlar, xoş gördük. Umarım ki yaxşısınız. Bizim burada hava çox istidir. Dünənlər 40 dərəcəni də keçmişdi. Elə bir o qədər istidir ki, əslən nəfəs çəkmək olmurdu. Amma bununla belə mənim başım çox şuluq idi. Yəni işim dünənlərə çox şeydi. Onun üçün də eləyə bilmədim. Dünən kitabı oxuyam. Amma bu günləri səy eləyəcəyəm ki, kitabı oxuyayım və görək ki, nə olur. Əgər iştibah eləməsəm, o gün ki, kitabı oxurdum, 2 dənə iştibah eləmişəm. Mən bu ingilislər demişək gadgets. Yəni bu karqa gadget də var ha, yəni o cürsə. O gadgets, yəni dəstgahlar iş gündə çıxırlar və bilmirik, birazdan da sonra aşqal olurlar, gedirlər. Bu telefondan zaddan baş çıxadamıram, bu internetdən zaddan çox bunlarla tanış deyiləm. Onun üçün də bilmirəm, bir dəfə vurdum, kitabın yarıdan çoxunu oxumuşum səfənin. Nə cür oldu? Üçlü getdi. Başarmadığım üçün də save eləyəmədim. Sonra da vurdum. Gördüm ki, qutarandan sonra gördüm tapanmıram. Baxdım gördüm bir ayrı varmış oradadır. Hər halda o 38-ci oradadır, amma indi mən heç bilmirəm hardan qalmışdıq. Çalışacağım ki, bir yerdən hər halda başlayayım, oxuyayım. 45-ci səfənin yarılarından başlayaq. Və sürətlə gedək ki, dünən də oxumamışıq, onun əvəzini çıxadaq. Kitabın adı Türkçülüyün əsasları və Ziya Gökü Alpındır. 45-ci səfənin hüddən 2-ci paragrafından başlayıram oxumağa. Görək ki, nə olacaqdır. Doğuda isə nüfusca yoğunluğun, o qabaqcan danışırdı ki, cami-şünasanə baxaq, niyə Avropa və Amerika, Kanada, Avstraliya qabağa getdilər, irələdilər. Bu hardakı kökü Yunan və Rum mədəniyyəti idi. Necə ki, şərqin, müsəlman şərq, ya türk şərq, ya tamam şərqin kökü Yunan və Rum mədəniyyəti idi, amma dalıya qaldılar. Bunu açıqlırdı, dedi ki, Rumda, Avropada din birliyinə görə və insanların əksərdə bir cəmiyyətdən olduğuna görə orada şəhərlər tapıldılar, böyük şəhərlər. İnsanlar ora çox köçdülər, nüfus çoxaldı. Nüfus çoxalanda işləri böldülər və işlərdə uzmanlıq tapıldı. Uzmanlıq özü işləri də uzmanlıq elədi. Ondan sonra bir də bahis oldu ki, o mədəniyyət yaratdı. O mədəniyyət özü bir əxlaq, rəftar yaratdı ki, geçmiş nəsillərdən fərqlidir. Və bu yaradıcılıq davam etdi və nəsrlər dəyişdilər, fikirlər dəyişdi, yaşam dəyişdi və bir vəzə gəldi ki, onu durdurmaq mümkün deyil, mahaldır. İndi şərqi görək nə deyir. Doğuda isə, şərqidə nüfusca yoğunluq açısından iləri getməmiş böyük şəhərlər vücuda gəlməmişdi. Deyir, nüfuscan, yəni insanların canı, nüfus insanın canına deyirlər, ərəbcə sözdür. İranda amar elmində çox işlənir, nüfus. Vəli, deyək ki, insanların canları, təkbətəkinin canına burada nüfus deyilir. Yoğunluq, yəni çoxluq, açısından iləri getməmiş, yəni cəmiyyətin çoxalmağı baxışından şəhərlər iləri getməmiş, böyük şəhərlər vücuda gəlməmişdi. Var olan bir çox şəhərlər isə, bir çox şəhərlərdə ki var idi, nüfusca qarışıq olduqları kimi qaynaşma aracılarından məhrumdular. Bu məhrumiyyətlər dolayısıyla doğuda nə iş bölümü, nə uzmanlıq, nə kişilik, nə də böyük sənaye düzəlmədi. Deyir ki, bəs şərqdə çox əcibə təhlildir. Bu təhlil görsəmliyibdir İranda, ya mən görməmişəm, hətta əqəl bəlkə bir iddələr buna işarə eləmiş olarlar. Ən azı budur ki,
Türkiyənin gərək kitablarını oxumuş olalar. Deyir ki, bu məhrumiyyətlər dolayısıyla, yəni bunların səbəbindən, bunlardan dolayı doğuda iş bölümü olmadı. Nə iş bölümü, nə uzmanlıq, təxəssüs də olmadı, nə kişilik, yəni şəxsiyyət və karakter onun üzündə düzələr. Nə də böyük sənaye fabrikalar da düzəlmədi. Fabrika ilə də karxananın fərqini tozih verdim ki, bizdə karxana deyilən şey Türkiyədə fahişəxana deyilir. Onun üçün biz türklərlə, türk dünyası ilə danışanda fabrika deməliyik. Fabrikada latincədən gəlibdir, çünki onlardan gəlmədi. Böyük sənaye düzəlmədi. Yeni bir ruha, yeni bir həyata qavuşmadıqları üçün doğu millətləri zorunluluq olaraq mədəniyyətləri orta çağdakı şəklində daha irəli götürəmədilər. Deyir ki, yeni bir ruha, yəni şərqdə ki, şəhər düzəlmədi, işlər bölünmədi, uzmanlıq alanları çıxmadı, bunun kişiliyi yaranmadı, yəni karakterləri insanın yaranmadı o təxəssüs əsasında. Bunun əsasında insanlar yeni bir ruha sahib olanmadılar. Yeni bir yaşama qavuşanmadılar. Yəni, yaşamları elə dəyişmədi ki, onların canının bir parçası olar, yaşamlarının onların bir parçası olar. Doğu millətləri zorunluq olaraq şərq millətləri məcburən, icbari tarixi, cəbri tarix buna deyirlər. Fəlsəfədə cəbridən söz gedir. Cəbr o şeydir ki, sizin iradəzdən xaricdir. Bəli, sizi ona boyun əyməyə məcbur edir. Buna cəbr deyirlər. İndi burada deyir ki, zorunluq olaraq, yəni məcburi, cəbr olaraq doğu millətləri neynədilər? Mədəniyyətləri orta çağdakı şəklindən daha irəli götürəmədilər. Pəs doğu şərq millətləri eləyə bilmədilər. Öz mədəniyyətlərin orta çağı, qurun-i vustadan daha irəli götürə bilsinlər. Bunu eləyə bilmədilər. Çünki eyləmsizlik qanunu gərəyincə bir nədən onu dəyişdirmədikcə hər şey olduğu kimi qalır. Burada da fizik qanununa işarə edilir. Eyləm, hərəkətsizlik, əməllik, əməl olmasa nə olar? Qanuni ədəmə hərəkətdir, nə mənə qanuni hərəkət. Gəlin qanuni hərəkətdir, farsca deyəndə. İndi burada onu işarə edir ki, bunu yenə də burada mühümdür, deyir ki, çünki eyləmsizlik, işsiz bir iş olmasa, eyləm işdir. Eyləmsizlik mənfidir. Yəni, işsizlik bir iş olmazsa, bir hərəkət olmasa, işsizlik qanununa görə, gərəyincə, yəni onun qanunun əsasında, gərəyincə, bir nədən, bir səbəb onu, o qanunu, ya o şeyi dəyişdirmədikcə, onu o zamanacan ki, onu dəyişdirməyibdir, o bir şey, bir işi, bir şeyi dəyişdirməyibdir, hər şey olduğu kimi qalır. Pəs o zaman bu bir dənə fizik qanunudur. Əgər bir şey bir yerdə qalıbdır, bir vəziyyətdə durubdur, o zamanacan ki, ona bir niru varid olmaya və onu bir hərəkətdə, hangi hərəkət olur olsun, hərəkət verməyə, o şeydir, hərəkət eləməz və qalar. Olduğu kimi qalar. İndi bununla bərabər, yəni deyir ki, orta çağda, şərqidə və müsəlmanların camiəsində heç bir niru bu durmuş şərqi camiəsinə hangi cəhətdə olur olsun bir təsir qoymadı. Hərəkət icad eləyir onda. Deyir ki, millətlər hala üzr istəyirəm. Bununla bərabər Batı və Orta Avropa orta çağ mədəniyyətindən qurtulduğu halda Doğu Avropada yaşayan ortodoks millətlər hala bu mədəniyyətdən qurtarmamışdılar. Deyir ki, bununla bərabər, yəni o qanunun olmaq, o qanun fizikin qanununa diqqət eləyərək Batı və Avropa, Orta Avropada, Qərb və Orta Avropada
Orta Çağ mədəniyyətindən qurtulduğu halda, deyir bunlar Orta Çağ, Qurun-i Vusta dediyimiz farsça və ərəbcə, oradan qurtulduğu zamanda Doğu Avropa, Şərq Avropa, Avropa Şərqi farsça dedikləri ya ərəbcə, Doğu Avropada yaşayan ortodoks millətlər məzhəbə işarə edir. Məsihiyyətin əslində protestan, bilirsiniz, protest eləmək, yəni etiraz eləmək, qəbul eləməmək. Bir şəraiti, bir vəziyyəti qəbul eləməkdə protest edirsiniz. Məsələn, indi Təbrizdə, Ərdəbildə, hər yerdə insanlar gəlirlər, bir xiyabana etiraz edirlər. Onun ingiliscə, latincə protest etməkdir. Yəni, bir şeyə müxalifət edirlər. Məsihiyyət məzhəbinin əksəriyyəti katolikdir. Bir iddəsi ortodoksdur, Rus ayaqlıdır, Rus mehvərlidir, Rus mərkəzlidir və bir iddəsi protestandır, İngilistan, Qərbi Avropa. Onun üçün burada onları bölür ki, harda deyir, o zaman əslində deyir ki, bu Rönesans o zaman başlandı ki, qeyri-müstəqim buna işarə edir. Dində bir etiraza başladılar. Çün din bir qəfəs kimi bunları almışdı ayağının altına. Ona işarə edir. İndi baxaq şuraq o qəfəsi necə oldu. Deyir ki, Doğu Avropada, yəni Şərq Avropada yaşayan ortodoks millətlər, ortodoks, yəni Rus mərkəzli, bilirsiniz, Avropada Rönesansıdan sonra, dövlət millət olmaqdan sonra Məsihiyyət dünyasının mərkəzlərinə şeydən çıxdı, Rumluqdan çıxdı və dağıldı hər şey. Məsələn, Almanın özünün bir mərkəzi var, o İngilistan falan bunlar Ruma bağlıdırlar, Şərqi Avropanınçı da bağlanır və ermənilərinki bağlanır Rusiyaya. Millətlər hala bu mədəniyyətdən qurtarmamışlar. Deyir ki, Şərq Avropanın millətləri ki, ortodoks dinləri hala indi o günə qədər, yəni o adam bu kitabı yazan günə qədər hala deyir ki, o şeydən qurtarmamışlar. Əlbəttə başlayın, biraz öncə. Deyir ki, bir zamanlarda, yəni o Qərbi Avropa qurtarmışdı, Orta Avropa qurtarmışdı, amma Şərq Avropa ki, Rusiya mərkəzli idi, onlar qurtarmamışlar bu vəziyyətdən, Qurun-u Vustadan. Ruslar, adını gətirdi, Ruslar ta Dəli Pietro zamanına qədər Doğu mədəniyyətən qaldılar. Baxın, adlara diqqət edin, Dəli, bir dənə də ərəblərin kitabı var, fikir edirəm, adı dəqiq yadıma gəlmir. Mən bu kitabın adını bəlkə 34 il zat bundan qabaq eşitmişəm, özünü də oxumadım. Bir Ayətullahdan Təbrizdə eşitdim, Allah rəhmət eləsin. O deyirdi ki, qədim onlar ki, qüvvə-i ibtikarları var idi, camiyə təslim deyildilər, müqəllid deyildilər, yaratmaq istərdilər, onlara dəli deyərdilər. Və bunun üçün də onların haqqında bir kitab yazılıb ərəb dilində, məsələn, İxtiraatul Məcanin. Məsələn, mən özümdən deyirəm, amma məcanin kəlməsi yadımdadır. İndi burada, məsələn, mən ixtira kəlməsini özümdən qoyuram. Amma İxtiraatul Məcanin, yəni məcnunların ixtiraları. Belə bir kitab. Yəni, o adamlar, indi burada da, Ruslar da Dəli Pietro deyirlər. Dəli Pietro zamanına qədər Doğu mədəniyyətində qaldılar. O, elə bunlar da Doğu mədəniyyətində, yəni Yunandan, Rumdan aldıqları Doğu mədəniyyət, Qurun-u Vusta. Orada qaldılar. Dəli Pietro kimdir? Görək, neyniyib? Dəli Pietro Rusları Doğu mədəniyyətindən çıxararaq Batı mədəniyyətinə keçirmək üçün çox zəhmətlər çəkdi. Dəli Pietro adında olan bir şəxs idi. Mən bunu, diqqət buyurun, keçən dəfə də dedim bunu. Mən mötəqidəm, tarix və dəyişməklər, inkişaflar fərdə bağlıdır. Demokrasi fərdə bağlıdır. Ədalət dediğiniz şey fərdə bağlıdır. Güclü fərdə. Güclü fərdə bağlıdırlar. Pietro, məsələn, Rıza Şah görürük ki, Nasiruddin Şah islahat yaradır və onun içindən Müzəffəriddin Şah çıxır, bir liberal demokrat, bir Məhəmməd Əli Şah çıxır, liberal demokrat
və çox demokrat. Yəni əgər Avropada bir şahı terror eləsəydilər ki, 2-ci Dünya Savaşında Otriş Macaristanın fəqət vəliəhdin terror eləməklə Dünya Savaşı başladılar. Bizim Qacar padişah Məhəmməd Əli Şahı 2 dəfə terror eləyirlər və baxın görün İranda bu şah nə qədər keçinir. Və sonunda da o terror qruplarının mərkəzi ki, nümayəndələrdir və məclislərdir, oraya ilə savaşmağa başlayır. Əlbəttə, Ruslar məncə yanlış eləyirlər, çünki eləyə bilərdilər, gedib tutalar adamlar. İngilistanla bunların bir nəxşəsi vardı, yıxmaq üçün və sonunda da yıxırlar. Dəli Pietro Rusları doğu mədəniyyətindən, doğu dedik Rumdan və Yunandan gələn mədəniyyətdən çıxararaq, bunları Rusları çıxararaq neynədir? Çıxararaq, yəni çıxardandan sonra da bir iş gördü. Nə iş gördü? Batı mədəniyyətinə keçirmək üçün çox zəhmətlər çəkdi. Bir millətin doğu mədəniyyətindən batı mədəniyyətinə keçməsi üçün nə kimi yöntəmlər izləməsi gərəkdiyini anlamaq üçün Dəli Pietronun yeniləşdirmə tarixini incələmək yetərlidir. Bir millətin, yəni hər hansı bir millətin, Fars millətinin, Türk millətinin, Ərəb millətinin, Erməni millətinin, hansı milləti deyirsiniz deyin, Kürdlərin, deyir, hangisini deyirsiniz deyin, bir millətin doğu mədəniyyətindən çıxardıb, batı mədəniyyətinə keçirtmək üçün nə kimi yöntəm, yəni yol bərə lazımdır. Onu izləməsi gərəkdiyini anlamaq üçün, deyir, bunu biz izləmək eləmək, bunu rəddin tutub getmək. İzləmək, yəni onun rəddin tutub getmək. İzləmək, işləməsi gərəkdiyini, lazım olduğunu anlamaq üçün Dəli Pietronun yeniləşdirmə tarixini incələmək yetərlidir. Yəni, o yeniləşdirmə ki, Dəli Pietro Rusları geçmiş, geri qalmış qurun vüstadan çıxadıb gətirdi. Onun deyir, tarixini incələmək yetər. Ya izləmək, iz dedim, yəni onun rəddlərinin üzü ilə getmək, ya oxumaq, təqib etmək yetər. Ruslar yetənəksiz görünərkən bu zorlayıcı yenilikdən sonra hızla irələməyə başladılar. Deyir ki, dünya deyirdi ki, baxın, bu fərziyyədir, şəriəti də buna işarə edibdir ki, Avropada, Amerikada deyirlər ki, qərələrin dostlardan biri yazıbdı ki, Sulduzda Kürdlərlə Türklərin arasında savaş çıxıbdı və burada bir-iki nəfər Türk ölübdür, elə bir beləsi yazıblar. Xəbərləri də yayılıbdır, bunu da görmüşük. Hər halda təəssüflü bir vəziyyətdir, çox təəssüflü bir vəziyyətdir. Bu məsələdən mən nəzərimi bildirim burada, dostlar, mənim nəzərim qalsın burada. Bu məsələdən, Türk-Kürd savaşından kim bunu ətəhlir, yellir ki, çoxalsın? Kim himayət edir və kimin nəf'inədir? Bunu baxaq. Yəni, əcəba bu iki millətin hansısının mənfəətinədir? Orada, Sulduzda Kürdlərlə Türklər savaşalar. Orada bir silahlı hətta savaş çıxar. Heç birisinin nəfinə deyil. Kim bu davanı sala bilər ki, mənfəətin olsun? Sadəcə İran dövləti. İran dövlətinin və farsların mənfəətinədir. Çünki bu iki dana millət ki, orada qonşudular və birləşsələr, eləyə bilərlər hakimiyyətə böyük zərbə vuralar. Bunların bir-biri ilə düşmən olmağı, bir-biri ilə savaşıb, bir-birini öldürməkləri farsların mənafeyinədir. Çünki onda həm türklərin başı Tehrandan və farslardan kəsiləcəkdir, yəni ona fikir verməyəcəklər. Çünki deyəcəklər bizim ovləviyyətimiz Kürdlə savaşmaqdır. Həm də kürdlərin başı türklərlə qarışacaq, yenə də farslara fikir verməyəcəklər. Bizim ovləviyyətimiz
türk deyərək. O halda ki, heç millətin İranda oləviyyəti türk deyil ya, özləri deyil. Bəlkə farsdır. Yəni, hər şey gərək tətil ola. Bizim gücümüzün hamısı yığıla Farsistanın üstünə. Baxın, mühacirət dünyada bir pədidədir. Mən dünənləri bir fars xanım mənə zəng eləmişdi, İsrağa gün gecə və nəzəri var idi. Farslar gəlsinlər, miyancigəri eləsinlər filan bəhman. O xanımla 1 saat 10 dəqiqə danışdıq. Mən ona dedim, adını deməyim burada. Baxın, İranda heç millət farsı yıxa bilməz tək canına. Çünki manqurt farslaşmış insan çoxalıbdır. Türklərdən bir çoxu manqurt və farslaşıblar, olublar, manqurt olublar, farslaşıblar. Kürdlərdən bir çoxu olublar, ərəblərdən bir çoxu olublar, bəluçlardan olublar, türkmənlərdən olublar, qəşqailərdən olublar, lorlardan olublar, ciyləkilərdən olublar, mazənilərdən olublar və o birisi talişlərdən də ki, daha çox. Talişlər daha bu son zamanlarda faşist verirlər. Dökür Nəməni Əhmədi, Huşən Gəmir Əhmədi rəsmən faşist hizbi qrupdur. Rəsmən və faşist fikrini aparır qabağa. Amma bu millətlərin heç birisi farsı yığa bilməz. Niyə? Baxın, deməyin ki, farslar azdılar türklərdən. 100 il təşkilatlanıblar. Yüzlər min, 7 milyon karməndi var. Bu karməndlərin %90'ının lisans, fوق lisans doktorası var. Yəni ağılları işə alıblar. Pəs 100 il təşkilatlanıblar. Dövlət sistemi var üstlərində, silah gücü var üstlərində və təşkilatlı. Həm də qanun əsasına silahlı gücləri insanları öldürməyə haqqları var. Bir Kürdün silahlı, ya bir Türkün, ya bir Qəşqainin, ya bir Ərəbin, ya bir Bəluçun bir farsı öldürsə, hər nə dəlillə qanun gərəyi bunlar öldürmək haqqları yoxdur. Amma İran dövlətinin qanun gərəyi haqqı var öldürsün. Və farsları. Bunun üçün və pulları var, gəlirləri var. Dünya dövlətləri ilə də rəsmi ilgiləri var. Həm opozisyonun, həm pozisyonun, həm dövlətin, həm də müxaliflərin. Amma türklərin bu yoxdur. Nəinki bilqüvvə yoxdur, bilfeil yoxdur. Yəni, əl-an əllərində silahı falanı yoxdur, o gücləri yoxdur, maliyyatları yoxdur, dövlətləri yoxdur. 100 il təşkilatsız qalıblar, düşmən bunların içində ayrılıq salıbdır. İndi diqqət buyurun, farsları hangi millət yıxa bilər? Heç bir millət təşkini yıxa bilməz. Məcburən nə etməlidir? Məcburən bu millətlər birləşməlidir. Və bu birlik Kürdünlə Türkün və bunlar ikisinin ərəblərlə, bunlar üçünün lorlarla, bunlar üçünün bəluçlarla, bunlar 5'inin türkmənlərlə, bunlar 6'sının Ciyələk, Mazən və o birilərlə, Qəşqailərlə, bunlarla birləşməyi Fars ortadadır və kəvirdədir. Diqqət buyurun. Kafidir ki, bəxtiyarilər və rollar və ərəblər sularını kəsələr. Yəni, kafidir o suyu kəsələr, İsfahanın sənəti, yəni Farsistanın sənəti yatar, suyu yatar və qeydər 100 il bundan qabağa. Yəni, əmələn, onlar istəyirlər 1 kilo dəmir orada əridələr, gərək, məsələn, 2000 litr suyun pulun verələr. Ki, orada 1 kilo dəmir əridələr. Bu qədər. Özləri də qiymət qoyublar da, deyiblər, 1 litr su, bu belədir, tamam, qarpız əhmi. Onun üçün də bəxtiyarilər, lorlar və ərəblər və hətta Azərbaycanlılar və hətta Şimallılar suyu satarlar, bilərlər bu millətə, suyu qət elərlər, bunlar bağlarlar, su, onlar orada qalar. Çünki bu su o zaman qanuni beynəlmiləl bunları təyid edir ki, təbii axarında olsun. Əgər su təbii axarında olmasa, zorla onu qeytərsələr, sədd kimi, bunu qeyri-qanuni ola bilər, hər zamanda bunu dəyişdirmək ola bilər. Amma təbii suların, axarın qeytərmək olmaz. Çünki o haqq hesab olur insanlara.
Və biz bunu hər cür olursa olsun şey eləməliyik, yəni mühafizət etməliyik. Amma indi əgər heç millətin zoru çatmayacaqdır. Mən istirdim bu haqda bir ayrı özüm danışam, amma elə bir burada xülasə işlədim. Onda nə etməli? Bu millətlər bir-biri ilə birləşməlidirlər. Əlbir olmalıdırlar. Eləyə bilərlər, haqlarını alalar, eləyə bilərlər. Özlərinə layiq bildiyi haqq yoxdur. Özlərinə layiq bildiyi yaşamı yaradalar. İndi Fars nə cür eləyə bilər ki, bu millətləri qoymaya birləşələr. Çünki əgər məsələn Kürdlər də, Türklər də, Ərəblər də, Bəluslar da, Lorlar da, Ciyləşlər də, Mazənilər də, Türkəmənlər də, Qəşqayilər də hamısı birdən deyərlər ki, ağa, filan gün çıxır xiyabana və silahlı çıxacaq, padqanları alacaq. Fars dövləti təyyaraları ilə də gələ bilməz qabağa. Diqqət buyurun. Bunun üçün Fars dövləti gərək bunu əvvəl bu birliği aradan apara. Bunun yaxçısı budur ki, torpaqları bölə, sonra da işsiz saxlayır. İşsiz saxlanan millətdən yaxçı terrorçu çıxar. Baxın, Əfqanistanda terrorçu niyə çoxdur? Bəluçistanda niyə çoxdur? Əhvazda niyə çoxdur? Kürdistanda niyə çoxdur? Buna görə niyə farslardan terror təşkilatı qeyri-qanuni təşkilat deyirəm? Yoxdur. Çünki Bəluç qədər ac deyil. Kürd qədər ac deyil. Türkəmən qədər ac deyil. O birisi millət qədər ac deyil. Ac millət ölümünə savaşar. Onun üçün Bəluçdur, Türkdür, o birisilər, bunlar hamısı o mövqeydədirlər, o vəziyyətdədirlər. İndi Türklərin biraz vəziyyəti yaxşıdır. Ərəblərə görə, Bəluçlara görə, Qəşqaylar. Niyə? Çünki Farsın ən böyük müttəhidi Türk ola bilər. Çünki şiədir və çünki təhcə millətdir ki, elinasyonu yüz veribdir. Tarixini unudub, dilin təqribən unudubdur, mədəniyyətin unudubdur, məmləkətliğini unudub, millətçiliğini unudub. Bunun üçün rahatca Farsın şəklinə düşübdür. Farsın qiyafəsi ilə birdir qiyafəsi. Amma o birisi millətlər qoruyublar, saxlayıblar. Bəs yaxçı siyasət bu olacaqdır ki, Kürdlə Türkü salarlar bir-birinin canına və buradan bir savaş çıxadarlar ki, oradan Farslar qalmağa davam edir. Nə Türkün mənafeyinə, nə də Kürdün mənafeyinə köməklik eləməyəcək. Bu mənim nəzərimdir. Bu haqda danışacağam. Sonra bir ayrı gün və teoriləri danışacağam ki, teorilər nə deyir burada və cəmiyyətşünaslıq əsasında danışacağam. Nəinki siyasət və qarın əsasında. Yox, mənim göylüm belə istir, yox. Vaqəən görək ki, cəmiyyətşünaslıq nə deyir İranda. Buradan getək, pəs deyir ki, əgər bir millət istəyə Qurun Vustasından çıxa şərqidə, kafidir ki, görə Dəli Pietro Rusiyədə bu getimi necə aparıbdır, onu izləsə, yəni onu təqib eləsə, şərqidə o məmləkət geri qalmışlıqdan, əqəbmandəci farsda deyirlər, ondan çıxar və tapmış məmləkətlər yetişər. Ruslar yetənəksiz görünənkən, bir o zaman ki, dünya deyirdi ki, Ruslar yetənəksizdirlər, deyir ki, Ruslar yetənəksiz görünçər zaman, yəni deyirlər ki, bunların ağıl gücü zəif deyiləyə bilməzlər. Necə ki, Amerikalılar, Avropalılar deyirlər, qərələrin beyni, beyin dəyir, peyindir və bunlar yaxçı işləyə bilməzlər, biz gərək bunları bərdə tutaq işlədək, ondadır ki, bunlar işləyə bilərlər. Eyni mal heyvan kimi, yəni biz deyirlər ki, eşcək özü gedib, məsələn, cüt əkə bilməz. Amma biz o eşcəyi işlədib cüt əkdirə bilirik. Belə baxırdılar. Ruslar yetənəksiz görünüşərkən, çıxarsız görünərkən bu zorlayıcı, yəni zorla, Pietronun zoru ilə, yəni yenilikdən sonra, yəni sınıqdan sonra, sınandan sonra o müqavimət ki var idi gəlişmənin qarşısında, din baxısından, təməddün baxışından, onu sındırandan sonra hızla irələməyə başladı. Ruslar deyir ki, yəni o Dəli Pietro deyir ki, bu əvvəl o
mədəniyyətə təəssüblər, bizim filan şeyimiz var, bəhman şeyimiz var, tarixdən gəlib deyir, onları sındırandan sonra və ha belə din əsasına olanları sındırandan sonra ruslar hızla inkişaf eləməyə başladılar. Doğu mədəniyyətinin irəliləməyə əngəl, Batı mədəniyyətinin yüksəlməyinə nədən olduğuna bu tarixi olay daha bir dəlil deyilmidir? Deyir ki, əgər bir millət iradə eləsə ki, değişsin, Dəli Petronun Rusu değişdirməsi ona bir şahid deyilmidir? İndi diqqət buyurun, bunu bu cümlə ilə deyir. Doğu mədəniyyətinin, şərq mədəniyyətinin ki, Yunan mədəniyyəti və Rum mədəniyyətindən gəlibdir, irəlilməyə əngəl, önə getmağına, tövsəyə tapmağına mani, əngəl mani, Batı mədəniyyətinin yüksəlməyə, bu məmləkətlərdə Batı mədəniyyətinin yüksəlməyə nədən olduğuna, səbəb olduğuna, dəlil olduğuna, deyir ki, Batı mədəniyyətinin yüksəlməyinə bir dəlildir. Bu tarixi ola, yəni Petronun qəziyyəsi ruslarda bir dəlil deyilmidir? Bir dəlildir da, bu sual soruşur ki, belə dəlil deyil. Avropa mədəniyyətinin təməli iş bölümüdür demişdik. Demişdik ki, Avropa mədəniyyətinin təməli, kökü, binövrəsi iş bölümüdür. Cəmiyyətin çoxalması şəhərlərdə iş bölümü gəlmək. İş bölümü Avropada yalnız zanaatları, əl işləri, yalnız ekonomik məsləkləri bir-birindən ayırmaqla qalmadı. Deyir ki, Avropada iş bölümü Avropada yalnız təhcə zanaatları yazıb öz əl işləri. Sənaət kəlməsi ərəbcədə biraz zıya tələffüz olduğu üçün burada zı ilə yazıb, zənaət. Sənaat, yəni əl işləri. Əl işləri yalnız ekonomik, deyir, əl işlərini bölmədilər fəqət, təxəssüsü olmadı. Bəlkə ekonomik, iqtisadın hər sahəsi, hər sahəsində işləyənlər, məsləklər, işlər bir-birindən ayrılmaqla qalmadı. Bir-birindən ayrılmaqla qalmadı. Bəlkə nə oldu? Bilimlər sahəsində da, elmlər də, o şey ki, farsça danış deyirlər, onda da iş bölümü meydana gələrək, hətta elmidə də bilirik da, hətta ibtidaidə belə riyazi müəllimi var, ulum müəllimi var, fars dili müəllimi var, inşa müəllimi var, vərziş müəllimi var, rahnumayda daha çoxalır, Dəbiristanda da çoxalır. Danışqahda da çoxalır. Deyir ki, bilimlər sahəsində da iş bölümü meydana gələrək hər bilimin ayrı uzmanları yetişməyə başladı. Pəs hər bilimin özünün uzmanı, mütəxəssisi yetişmək, ərz elədim, təbiətdən alınmış bir sözdür. Təbiətdə meyvələr, hər şey yetişər. Əvvəl çal olar, sonra yetişər. Çal zamanı yemək olmaz, yesəz də zərər verər bəzən. Gərək gözləyəsiz yetişsin. Onun üçün bu yetişmək kəlməsindəndir ki, insanlar da gərək gedələr bir yerdə yetişələr. Gözəl sənət alanında da iş bölümü özünü göstərərək öncələri eyni kişidən birləşə bilən sənətləri bir-birindən fərqli uzmanlıqlara ayırdı. Gözəl sənətlər həman hünər. Gözəl sənətlər alanında ərsəsində, zəminəsində, meydanında, alan kəlməsi türkcədir, meydana və ərsiyə deyilir. İş bölümü özünü göstərdi, pəs hünərdə də. Öncələri eyni kişidən birləşə bilən, burada olacaq eyni kişidə birləşə bilən sənətləri, yəni bir kişidə, bir şəxsiyyət. Kişi, baxın, türkcədə yəni şəxsiyyət. Xanım ola bilər, xan ola bilər. Deyir ki, bir şəxsiyyətdə birləşən hünərlərin hamısı bir-birindən fərqli uzmanlıqlara ayrıldılar. Təxəssüslərə ayrıldılar. Sosial həyatın digər qolları da iş bölümü aracılığı ilə bir-birindən ayrıldılar. Deyir ki, hətta sosial həyat, yəni ictimai yaşamın digər qolları, yəni dil işi dedi, incəsənəti dedi və elmi dedi. Deyir ki, ekonomini də dedi. Deyir ki, tamam qalan sahələrin hamısı da qolları da, yəni digər qolları da iş bölümü aracılığı ilə bir-birindən ayırdılar. Aracılıq vəsilə, arac özü vəsilədir. Politik
yasama, yargı. Deyir ki, politik güclər, siyasi güclər, qüvvələr. Siyasi qüvvələr 3 yerə bölündü. Yasama, qüvvə qanunquzari ya müqənnənə. Yargı, qüvvə qəzaiyyə qanun əsasında. Yürütmə, qüvvə mücriyə yürütmə adı ilə. Baxın, diqqət buyurun. Burada keçdik hüquqi bəhslərdən gətirir ki, biz bunlarla biraz tanış olaq. Bəs yasama qüvvə qanunquzarlıqdır, qanunquzarlıq qüvvəsidir, qanun getirən qüvvədir, yasama. Yasa da ona görə qanun deyilir. Yasay kəlməsindən, sözündən gəlməlidir. Ehtimalən ki, Çəngiz xan Moğolun yaratdığı bir kəlmə və bir qavramdır. Hüquqi qavramdır. Yargı, yargı bunları xəbərlərdə eşilərsiniz. Yəni, qüvvə qəzaiyyənin işi. Yürütmə də icraiyyədir. Adları ilə 3-ə ayrıldığı kimi siyasət qüvvələri bu 3-ə ayrılıbdır. Politik örgütlə dini örgüt də bir-birindən ayrıldı. Politik örgüt. Örgüt yəni sazman, təşkilat. Politik örgüt yəni sazmanhay siyasi, farsça. Siyasi təşkilatlar və dini örgütlər, yəni dini təşkilatlar bir-birindən ayrıldılar. Din ilə siyasət də bir-birindən ayrıldı. İş bölümünün bu durumundan ədalət örtüyü güc qazandığı kimi ədalət örgütü güc qazandığı kimi ekonomik, bilimsel, estetik etkinliklər də son dərəcə mükəmməlləşdi. Deyir ki, iş bölümünün bu durumundan ədalət dünyanəcən bir dana ya molla idi, ya bir adam idi, dövlət qoyurdu ora və dövlətin əmri ilə işlirdi. Amma yargı müstəqil olandan sonra güc qazandı. Ən çox gücü ittifaqən yargı qazandı, çünki müstəqil oldu dövlətin qabağında. İranda hala müstəqil deyil. Bunun istirux səbəbin bu kitabdan çıxadaq. Ekonomik, iqtisad, bilimsel, estetik, hünər içi elm əsaslıdır. Etkinliklərdə son dərəcə mükəmməlləşdi. Deyir ki, bilimsel, estetik, yəni hünər də etkinliklərdə əsər qoymasında son dərəcə mükəmməlləşdi, yəni kamil oldu. Bu nədənlə müsəlman millətlər öncə Avrupalılara əskeri və politik güc açısından eşit, hətta bəzən üstün ikən Avropada iş bölümünün meydana gətirdiyi irəliləmələr nəticəsi olaraq onlarla getdikcə zəif bir səviyyədə qalmağa başladılar. Bir misal vurur ki, türklərin və müsəlmanların vəzi nə idi, nə oldu? Dediyim kimi, müsəlmanların 2 imperatorluğu var idi. Biri Osmanlılar, biri də Qacar. İndi bunu ora gəlir, bura deyil. Bu nədənlə müsəlman millətlər öncə Avropalılara əskeri və politik güc açısından eşit. Deyir ki, qabaqcan, yəni Qurun Vüstıdan qabaq, ya Qurun Vüstıda hətta, o zamanlar, ondan qabaq və onca. Avropalılara həm əskeri, yəni orduca baxışın, güclər, ordu bilirsiniz, sərbaz ya kadrdan ibarət olmur. Ordu tekniklərdən, stratejidən, siyasətdən, iqtisaddan güclənir, bunlardan güc alır. Ha belə teknikdən, yəni zamanın teknikləri var, teknolojisi var, onlardan güc alır. Ordu yəni öz başına adamlardan ibarət deyil. Ordu bir məcmuədir və çox ağır bir məcmuədir. Və politik gücü açısından, siyasi güc açısından, zaviyyəsindən eşit. Deyir ki, bərabər idilər, eşit idilər. Hətta bəzən üstün ikən, deyir, bəzən də üstün idilər Avropadan. Bunu bilirik ki, Osmanlılar və müsəlmanlar getdilər, Avropanı aldılar. Müsəlmanlar əvvəlcə ərəblər, yəni sonra da türklər getdilər, Avropanın bir çox qismətlərini aldılar.
Qərbi Avropanın hətta. Avropada iş bölümünün meydana gətirdiyi irəliləmə nəticəsi olaraq. Amma deyir ki, türklər və müsəlmanlar Avropalılara üstün oldular bəzən də. Deyir, o zamanda nə oldu? Deyir ki, Avropada iş bölümü meydana gətirdiyi bir irəliləmə var. Bunun nəticəsi olaraq, yəni bu iş bölümünün irəliləmək iş bölümünün nəticəsi olaraq nə oldu? Onlara, yəni Avropalılara, onlarla getdikcə, müsəlmanlara, onlarla getdikcə, məsihlərlə getdikcə zəif bir səviyyədə qalmağa başladılar. Müsəlmanlar zəif bir səviyyədə, vəziyyətdə, durumda qalmağa başladılar. Gərək əskərlikdə, gərək politikada iki toplumun bir-birinə savaş edə bilmələri üçün iki tərəfin eyni silahlarla dolanması lazımdır. Deyir ki, burada da bir şeyə işarə edir, stratejiyə ki, buna muvazini quva deyirlər, ya silah qorxusu. Buna işarə edir, deyir ki, gərək əskərlikdə, yəni qüvvə-i nizamidə, ordu güclərində, gərək politik, siyasi güclərdə iki toplumun bir-biri ilə savaş eləməsi üçün, deyir ki, əgər istəyələ bir-birinə savaş eləyələ iki toplumun, bunların bu iki yerdə, yəni əskəri və politika sahələrində iki tərəfin eyni silahlara donanması lazımdır. İki tərəfin də eyni, yəni müşabih silahlara donanması, yəni silahlanması, müsəlləh olması, donanma, müsəlləh olması, sahib olması hətta lazımdır. Avropalılar sənayedəki çox irələmələri sayəsində tank kimi, zirehli otomobil kimi, uçaq, detonot, denizaltı kimi müthiş savaş araçları yapabildikləri halda biz bunlara qarşılıq yalnız adi top, tüfək kullanmaq zorundaydıq. Deyir ki, Avropalılar sənayedə çox irəliləmə əldə etdilər. Yəni, inkişaf oldu onlar üçün. O irəliləmənin sayəsində, kölgəsində tank kimi silahlar düzəltdilər, zirehli otomobillər düzəltdilər, maşınlar düzəltdilər, uçaq düzəltdilər, təyyara, detonot, yəni inficari, əgər iştibah eləməsəm, inficari silahlar yəni düzəltdilər. Bəlkə də bir ayrı anlamı var, bilmirəm detonot nə deməkdir. Dənizaltı olur, İranda zirdəryayı deyirlər. Dəqiqən tərcümədir zirdəryayı, dənizaltı kəlməsindən. Deyir, bunlara tay müdhiş iki anlamı var. Bir, çox qorxuducu ki, əsli mənası budur. Bir də çox əcib o anlamda gəlir. Savaş araçları yapabildikləri üçün. Deyir, belə bir savaş araçları, araç vasitə vəsilələri düzəltdikləri halda nə oldular? Biz onlara qarşılıq, bizim türklər yəni, ya müsəlmanlar, Avropalılara qarşılıq yəni onların qabağında, onların müqabilində, onların o birisi taylarında yalnız məmuli tüfəkdən kullanmaq zorundaydıq, məcburiyyətindəydik. Bu durumda İslam dünyası Avrupaya qarşı sonuna qədər nə cür dayana biləcəkdir? Deyir ki, bu silah, onların topu tankı var, təyyarası var, dənizaltısı var, bizim yoxdur. Deyir, bu vəziyyətdə müsəlmanlar və türklər necə Avropanın qabağında dura bilərlər? Qacarlar ya, xüsusən Qacarlar yox, xüsusən Osmanlılar. Çünki Qacarlar Avropalılarla savaşmırdılar. Hətta təslim oldular hər iki savaşda. Pəs nə qədər, nə cür dayana bilərdilər? Avropanın qarşısına sonuna qədər, yəni
Nə qədər davam verə bilər də? Sonuna qədər, yəni savaşın sonuna qədər. Gərək dinimizin, gərək vətənimizin bağımsızlığı nə cür savuna biləcəyiz? Deyir ki, indi istirik dinimizdən difa eləyək, gərək dinimizi difa eləyək, gərək vətənimizin istiqlalın, bağımsızlığını difa eləyək. Nə cür savunmaq, yəni difa etmək. Savuna biləcəyiz hangi silahla, hangi cürlə onların qabağında durub savaşar. Onların indi mahvarələri var, lazer silahlar var. Bizim də məsələn topdan, müsəlsəldən, narincəkdən bunlarla savaşmaq olmaz. Və bunu gördük ki, Ermənistanla Azərbaycanın savaşında gördük. Azərbaycanın silahları biraz taze idi. Ermənistanınki yox. Göydən çox əskər gücünə, yəni sərbazlar savaşı deyildi. Çox da o taza silahların gücü savaşı idi. Bu dini və vətəni təhlükələr qarşısında yalnız bir qurtuluş çarəsi var idi ki, o da bilimlərdə, sənayedə, əskərlik, hüquq örgütlənməsində Avropalılar qədər irələməkdir. Deyir ki, bu dini və vətəni təhlükələr qarşısında, təhlükə yəni qorxu, xətərlər, qorxular qarşısında yalnız bir qurtuluş yolu çarəsi var. Qurtuluş, rəhai çarəsi vardır bu qorxulardan, bu təhlükələrdən, xətərlərdən. Bir, dinimizi, vətənimizin bir çıxmaq yolu var. Nədir? O da bilimlərdə, elmlərdə, sənayedə, yəni burada sənaye hər zaviyə gəlir. Həm hünər, həm teknoloji. Əskərlik, ordu və əskərlik, hüquq, qanun üzərə örgütlənməsində, yəni bunların hamısında biz gərək təşkilatlanaq. Hüquq örgütlənməsində, bunların örgütlənməsində, təşkilatlanmasında təşkilat ərəbcədir, onun türkcəsidir, örgütlənmə. Əslində, Avropalılar qədər irələməkdir. Bir təhcə yol budur ki, Avropalılar qədər biz örgütlənmədə, bu hər şeydə Avropalılar qədər irəliliyək, gedək qabağa. Yəni, mədəniyyətdə onlara eşit olmaqdır. Mədəniyyət dedik, tamam o şeylər ki, insan yaradır və müdiriyyət edir. Onlara, Avropalılara eşit olmalıyıq, bərabər olmalıyıq. Bərabər olmasaq uduzarıq. Bərabər sülhü saxlar, hangisi güclü olsa sülhü sındırar. Bu tarixdə mütəəssifanə insaniyyətin içində bir qanundur. Bunun üçün də tək bir çarə vardır. Tək bir çarə var. Avropa mədəniyyətinə tam bir biçimdə girmək. Avropa mədəniyyətinə, yəni teknolojisinə, yaradıcılığına, müdiriyyət olan şeylərinə tam biçimdə, kamil, naqissiz, heç nəqsi qəbul etmədən bizim fərhəngimizə uymur, bizim tariximizə uymur, bizim kültürümüzə uymur, bizim dilimizə uymur, bizim dinimizə uymur, bizim məzhəbimizə uymur, bizim gələnəklərimizə uymur. Bunlar mane edir o teknolojini almağa. Görürsünüz ki, mən geçən dəfə dedim, yenə zəbt olmayıbdır, dedim, baxın, Nasiruddin Şah radionu gətirir, şeyi gətirir, bisimi gətirir, əqqasi maşinasını gətirir, film çəkmək maşinasını gətirir, otomobil gətirir, qatar gətirir, yol çəkir, dənizaltı almağa çalışır, dərya almağa çalışır, radio gəlir, gramofon gəlir, filan musiqi gəlir, hər şey gəlir, teatr gəlir, sinema gəlir, hər şey Qacar dövründə gəlir. Görürsünüz, Rıza Şaha yetişəndə dayandırırlar. Radio gəlməyəcək. Hər kəs radio alsa, polisə həftədə bir dəfə gedib güzariş verəcəkdir. Əvvələn gərək ki, serial numarı ilə, şumarə serial ki var hər radionusa, onun üstü ilə mücəvviz ala, sonra da təəhhüd verə ki, hangi bərnamələrə qulaq asacaq. Əgər casuslar xəbər versələr ki, bu adam dediği radiolardan, mövzulardan əlavə ayrı bir şeyə qulaq asır, onun radiosu alınmalı, özü zindana düşməlidir 2 il. Görürsünüz ki, o davam tapır, gəlir bu günləri yetişir mahvarı ilə, internet ilə, sosial şəbəkələrlə mübarizə. Həman fikirdir. 2 millət var. Bir Türk milləti, Türk hakimiyyəti, bir də Fars milləti var, Fars hakimiyyəti var. Görürsünüz ki, 2 dana yol seçiblər. Qacarların yolu, Türklərin yolu,
farsların yolu və şeyin müqavimət eləmək qərbin texnolojisinin qabağında və mədəniyyətinin qabağında. Öncələri geçmişlər, indicə qeydir türklərin özünün üstünə. Diqqət buyurun, tevhidləri çox gözəl analiz eləyəcək burada. Öncələri tənzimatçılar, məşrutəçilər, yəni qanunçular da bu gərəkliyi görərək, bu lazım ki, bu işi biz gərək Avropanın mədəniyyətini alaq, yoxsa uduzuruq savaşlarda. Buradan bildilər. O mədəniyyəti almaq üçün tənzimatçılar bu gərəkçiliyi, bu zərurəti, gərək yəni burada zərurət, icbar, cəbri tarixini görərək gördülər və bir işə başladı. Avropa mədəniyyətini almağa qalxışmışdılar. Əvvəlcə Avropa mədəniyyətini görəndən sonra onu almağa qalxışmışdılar. Yəni əvvəldə qalxışmışdılar. Sonra nə oldu? Fəqət onlar aldıqları şeylər yarım aldılar. Deyir, hər şeyi yarım aldılar. Burası bizim dinimizlə düz deyil, burası bizim kültürümüzlə deyil, burası bizim tariximizlə düz deyil. Bunları beləsi seçdilər. Yarım aldılar. Hər şeyi yarım yaltaq aldılar. Tam almadılar. Kamil şəkildə almadılar. Demədilər, ağa, danışqahı biz danışqah alacaq. Olmaz ki, biz danışqahı alaq gətirək. Burada deyək ki, ulum-i insanı belə olmalıdır. Mühəndisliğin də məsələn, xanımlar döktür ola bilməz, vəkil ola bilməz, xanımlar işləyə bilməzlər, danışqaha gedə bilməzlər. Bilirsiniz, bunlar o şeylərdir ki, bizim tariximizdə onlara şahid olmuşuq, yarımçılıq alıblar. Fəqət onlar aldıqları şeylər yarım alır, tam almadılar. Bu səbəblədir ki, nə bir gerçək universitet qura bildilər, nə uyumlu bir yargı örgütü vücuda gətirdilər. Deyir ki, bu səbəblədir ki, yarımçıq aldıqlarına görədir ki, nə doğrudan, gerçək doğru, universitet danışqah qura bildilər. Bir doğru danışqah mədrəsə belə qura bilmədilər. Kudəkistan belə uşaq bağçası türkçə deyilir, qura bilmədilər. Nə uyumlu yəni yaraşır bir yargı dedik da nədir? Yasa və yargı. İkisi bir şeydir. Qüvvə-i qəzaiyyə vücuda gətirəmədilər. Yargı örgütü, təşkilatı. Yəni, bu günləri deyirlər, Rıza Şah yargı gətiribdir ki, yalandır. Davərə nisbət verirlər. Davər özü bir sistemin ki, türklər gətirmiş, onun məhsuludur. Ürətilmiş bir varlığıdır. Və davər gəlibdir, bir şey düzəltməyibdir. Hazır olan sistemə başlayıbdır bundan işləməyə. Ondan qabaq qanun var idi, ondan qabaq qanuni mədəni yazılırdı, ondan qabaq qəvanin məclisdə və dövlətdə geçilirdi. Yəni, Nasiruddin Şah zamanından bizim qanunlar geçilməyə başlayıbdır. Hətta Nasiruddin Şahdan qabaqdan məclislər başlayıblar, amma çox kiçik vəziyyətdə, vəli Nasiruddin Şah zamanında 54 nəfər, 50 nəfər üzvünən məclis var idi. Və 2 mərhələli məclis var idi. Və bilirsiniz ki, Nasiruddin Şah deyir ki, millət açıq olsun bu məclis, insanlar gəldilər, əvam millət də gəlsinlər, oraya eşitsinlər. Əgər bir söz dedilər ki, təsir qoydu, düz oldu, onları tutub edam eləməyin, bimarisına, zindana verməyin, dəlixanaya aparmayın, onlara caizə verin. Belə bir sistem var idi, onun qarşısında da bugün görürük ki, İranda bir sistem var. Tamam irəliləmənin qarşısında duran bir sistem. Deyir ki, nə oldu? Universitet də qura bilmədilər ki, elmi tolid eləyə. 100 ildən sonra bu günləri diqqət eləsəz görəcəksiniz ki, İranda bir dənə camiə-şünasi kitab, məsələn, türklərin üstündə, ərəblərin üstündə, bəlislərin üstündə yoxdur. Hətta İranda kitablar bu millətlərin inkarı üstündədir. Yəni, camiə-şünasi ki, yoxdur, belə şeyi var. İnkarı var millətlərin. Nə bir uyumlu bir yargı sistemi, örgütü, yəni sistemi vücuda gətirdilər. Bunu da gətirənmədilər. Tənzimatçılar ürətimi modernləşdirmədən öncə tükətim biçimlərini, yəni geyim, qoşam, bəslənmə, bina, mobilya sistemlərini dəyişdirdikləri üçün milli sənətlərimiz tamamən çökdü. Buna qarşı yeni tərzdə Avropalı bir sənayinin çəkirdəyi də belə düzəlmədi. Diqqət buyurun, dəqiqən mən ki, 5-6 cələsə bundan qabaq dedim ki, bizim vəziyyətimizi analiz edir, biz niyə dalıya qalmışıq, nə cür olubdur bu
Hətta deyiblər ki, başdan təpədən dırnağacan biz qərbili olacaq, amma olmamışıq. Onu indi yenə açıqlar. Onun davamıdır. Bunların hamısı onun davamıdır. Deyir ki, tənzimatçılar dedik gətirdilər, başla, amma yarımçılıq gətirir, yarım-yamalaq gətirdilər. İndi deyir ki, tənzimatçılar öyrətimi modernləşdirmədən öncə, təlimi, tərbiyyəti modern etmədən öncə qabaq tökətim yəni məsrəf, ürətim yəni tolid, tökətim yəni məsrəf. Ərəbcənin və farsca ərəbcə deyil, farscadır və üzr istəyirəm. Tolid ərəbcədir, farsca deyil. Onun tükətim məsrəfin türkcəsidir. Ürətim də tolidin türkcəsidir. Deyir ki, muntaha ürətimi, yəni məzərət istəyirəm, ürətim oxuyacaqdım. Tolidi, yəni tolid dediyimiz mədəniyyət. Mədəniyyət dediyimiz yəni tolid, ürətim. Deyir, ürətimi modernləşmədən öncə əvəzin ki, gətirilər tolidi əvvəl modern eləyələr, neynədilər? İştibah elədilər. Riza Şahın iştibahına diqqət buyurun. Öncə tükətim biçimlərini yəni qabaq əvvəlcə tərsə başladılar. Tükətim məsrəfi biçimlərini, yəni tərzlərini. Deyir ki, tükətim tərzlərini, rəvişlərini, sistemlərini neynədilər? Yəni nə mənələri? Tükətim biçimləri yəni nə mənə? Geyim, quşam. Giyinaq və nə məsələn quşanmaq, yəni özümüzdən aparaq. Məsələn, kravatdır, böhdür, ərz edeyim xidmətinizə, məsələn, medal vurmaqdır, gül yaxası vurmaqdır, bunlar. Bu cür bir şeylər. Məsələn, xanımlarda qızıllar, filanlar, bəhmanlar, matik, filan, bunlar bəzənmək. Bunlar bəzənmək. Hər halda burada quşam çox bəzənmək anlamında, geyim paltar anlamındadır, ayaqqabı anlamındadır. Bəslənmə, diqqət buyurun, təğziyədən mühümmüdür. Yəni, nə cür özümüzü salim saxlayaq, yemək baxışından. Bəslənmə budur. İranda bir təğziyə sistemi deyirlər, bu təğziyə deyil, biraz genişdir ondan. Bəslənmə sistemi, bina, saxtımanlar, məsələn, indi deyir ki, Yunani saxtımanlar İranda çox mod olubdur. Mobilya yəni ev döşəyi, şəhərin döşənməsi, o şey ki, rahatçılığa, istirahətə şəhər içində ya ev içində lazımdır. Sistemlərini dəyişdirdilər. Değişdikləri üçün deyir, bunları dəyişdirdilər. Dedilər ki, paltarınızı dəyişdirin. Riza Şah böhdən başladı, papaqdan başladı. Sonra ayaqqabı, paltarları dəyişdirdi kişilərdə, sonra xanımlarda dəyişdirdi. Pəs dedilər ki, gəlin papaqları dəyişin, kravat vurun, vərini başmaq geyin, corabları filan corab geysin, paltarlarınızı dəyişin, filan cür geyin. Bəslənmə, yeməklər nə cür olsun, yeməklər oradan gəlsin. Biz oradan, məsələn, yadınızda olsa, 2015 salə dediği cəşində tamam yeməklərin hamısını Fransa'dan gətirirdilər. Bəslənmə dedik yeməklər, bina. Saxtımanları dəyişdilər Avropayı düzəltməyə. Orada nə cür düzəldilər, biz də o cürsü düzəldik. Mobilya sistemləri. Dedim, yəni məsələn biz fərş üstə otururduq, cecim üstə məsələn oxurduq, bunları tolid edirdik. Bizim yatağımız fərqli idi. Bunların hamısını dəyişdirdik, yataqlarımızı, yorğan döşəyimizi əbr elədik məsələ. Mobilya sistemlərini dəyişdirdikləri üçün milli nə oldu? Bunların nəticəsi nə oldu? Milli sənayemiz, mən bunu ayrı yerdə də demişəm, qabaqcanda demişəm, sənayemiz tamamilə çökdü. Tamam o şeylər ki, dünənəcən biz gətirirdik. Hətta görürsünüz ki, Riza Şah zamanından sonra Məhəmməd Riza dövründə, son zamanlarında istəyirlər uşaqlara yemək verərlər mədrəsədə. Bunu kəndlilərimizdən pendir almırlar ki, millət o pendirlə tanışdır. Gedirlər Hollandizdən sarı penir alırlar ki, bugün pizza peniri deyir. Biz o zaman bunu vaks əvəzinə işlədirdik, atırdıq, heç kəs yemirdi. Yəni, əslində, heç kəsin bəslənməsinə belə yardımcı olmurdu. Bunun üçün biz görürsünüz ki, hətta orada da getdilər, buna görə niyə? Ticarət əllərini alırlar, iqtisad mənfəət qazanırlar. Yoxsa
hətta o uşaqlara qəza vermə, məsələn, bunları ailələrinə verirdilər, ailələr güclənə idi. Onların toyğun, xoruzun, qoyunun baha alaydilər, bunlar güclənə idilər ki, evlərində çörək yeyə bilirdilər. Deyir, bizim bir məsəlimiz var, deyir ki, əvəzin ki, adama balıq verəsən yeyə, balıq tutmaq öyrət. Bu bir məsəldir. İndi də dəqiqən gətirirdi, insanları gücləndirdi, öz ayaqlarında durmağa. Nədən bunların uşaqlarını yemək verirdin sən? Buna görə ki, orada bir nəftin pulundan bir insanlar milyarder olacaq idi. Tamam, bizim tamam milli sənayemiz köçdü. Əl sənətlərimiz, tolidi sənətlərimiz köçdü. Buna qarşı yeni tərzdə Avropalı bir sənayenin də çəkirdəyi belə düzəlmədi. Çəkirdək, yəni bilirsiniz də, bizdə deyirik çəyirdə, çəkirdə. Yəni bəzən çəkirdək, biz çəyirdək deyirik da, yəni xurmanın, hər şeyin dənəsinə çəyirdək deyirik. Deyir ki, buna qarşı, yəni bizim əvəzin ki, ürətimi, tolidi gətirirlər, tükətimi, məsrəfi gətirdilər. Biz hər şeyi aldıq, amma bir şey deyir, hətta çəyirdəyi də düzəldənmədik. Avropalı buna qarşı, yəni bizim o iqtisadımın dağılmağına qarşı yeni tərzdə, Avropalı tərzində bir sənayenin də çəkirdəyi belə düzəlmədi. Onun çəyirdəyi belə deyir, yap kiçik şeyi düzəlmədi. Necə ki, bu günləri biz bilirik da, iynəni məsələn İranda düzəltmək bir mahaldır. Vaksəni Nasirəddin Şah zamanında bizim orada vaksin karxanası vurulubdu 2-3 dənə. Hala biz vaksin düzəldənmirik İranda. Dünyanın hər yerində geri qalmış millətləri belə bizim nəzərimizdən, İranlıların nəzərindən geri qalmış millətlərin hamısı vaksin düzəldiblər. İranda vaksin 4-5 dənə adı var, amma özündən xəbər yoxdur. Bəllidir ki, yalandır da. Bunun nədəni yetərli dərəcədə elmi incələmə yapmadan əsaslı bir ideal və kəsin bir proqram oluşturmadan işə başlamaq və hər işdə yarım tədbirli olmaqdır. Deyir ki, niyə belə oldu? Bizim hətta sənayemiz aradan getdi. Biz fəqət varidata bağlı olduq. Diqqət buyurun. Bunun nədəni, səbəbi yetərli dərəcədə, lazım qədər, əndazə, boyda, boyutda elmi incələmə, məsələni elmi incələmədilər ki, biz nə cür tərəqqi eləyə bilirik? İncələmək dedik, yəni incəliklə, zərafətlə aralayıb axtarmaq. Əsaslı bir ideal. Əsaslı bir idealımız yoxdur ki, iqtisadda biz istirik neyniyək, teknolojide istirik neyniyək, məsələn, orduda istirik neyniyək, hüquqda istirik neyniyək, universitetdə istirik neyniyək, əsaslı bir fikir yox idi. Necə ki, İranda əsaslı fikir, təhcə bir fikir var idi. İranda əsaslı fikir var idi. Siz 3 il, 5 il dərs verməklə insanların dilin və hüviyyətini çevirə bilməzsiniz. Siz danışqahda da hətta bunları dillərindən eləyəcəksiniz, tarixlərindən, hüviyyətlərindən, mədəniyyətlərindən, kültürlərindən eləyəcəksiniz. Ta bunlar nə olsunlar? Farslaşsınlar. Fəqət farsı dilini öyrətməkdir İranda hədəf. Əsaslı bir ideal yox idi. İdeal dedik nə mənə? Təxəyyül, xiyal, istək, arzu və kəsin bir proqram, kəsin yəni qəti bir proqram da yox idi. Proqram yəni bərnamə, yəni bir aydın, müşəxəs bir bərnamə yox idi ki, biz hardan başlayırıq, hara gedək, hangi pillələrinə gedəcəyik. Bunlar yox idi. Uluşturmadan, yəni hazırlamadan işə başladılar. Heç zat yox bir işə başladılar. Və hər işdə yarım tədbirli oldular. Yarım tədbirli olmaq bais oldu ki, bu cür bir vəsət. Tənzimatçıların böyük bir xətası da bizə Doğu mədəniyyəti ilə Batı mədəniyyətinin sentezindən bir kültür qarışımı yapmaq istəmələri idi. Deyir, ən böyük xəta buydu. Diqqət buyurun, İranda da bu xəta olubdur. Tənzimatçıların, məşrutəçilərin və inqilabçıların məsələn, böyük bir xətası da bizə Doğu mədəniyyəti ilə, yəni Yunandan aldığımız mədəniyyətlə, ya indi bizim olan mədəniyyətlə, Batı mədəniyyətinin sentezindən bunların birin tez, birin antitez görür. Yəni şərq mədəniyyəti tez, qərb mədəniyyəti antitez. Bunun içindən bir tez çıxacaq. Riza Şah da bunu görürdü. Deyirdi ki, paltarı bizimki tezdir, antitez onların paltarları, böyükləri, paşmaqları, maşınları, filanlarıdır. Bu gəlsə biz buradan vəsətdən bir Avropalı çıxacağıq. Antitez çıxacaqdır.
Deyir ki, sentez çıxacaqdır. Sentezindən bir kültür qarışımı, deyirdi ki, bu kültürlə o kültürü qatarıq, vəsətdən bir şey çıxar. Qarışımı yapmaq istəmələri idi. Buna bir şey istirdilər ki, biz bunu qataq, onu qataq, vəsətdən bir şey çıxsın. Burada hicabı saxlayaq, arvadlara icazə verməyək, eşiyə çıxsın, paltarları dəyişdirək, kişilər bu cür çıxa bilməsinlər, saqqalları vuraq, kravat asaq. Eyni halda məsələn deyirəm, şaxsey vuraq, məhərrəmlikdə şey saxlayaq, başımızı vuraq, qıraq, sındıraq, ta eləyə bilək, gedək. Məsələn, bunların içindən həm bunu saxlayaq, həm onu. Deyir, bunlar yola getməz. Sistemləri büsbütün ayrı prinsiplərlə dayanan bir-birinə zid iki mədəniyyətin uzlaşdırılacağını düşünməmişdilər. Deyir, onlar düşünməmişdilər ki, sistemləri büsbütün ayrıdır bunların. Şərqlə qərbin sistemləri ayrıdır. Prinsipləri, yəni əsasları, payaları, bünövrələri ayrı bir şeylərə dayanır bunların. Hərəsinin sisteminin prinsipləri ayrı bir şeyə dayanır. Bir-birinə iki ziddi təməddündür, mədəniyyətdir. Bunların uzlaşmağı, yəni bunların barışmağı, uzlaşdırılacağını, yəni bunları barışdırmağını düşünməmişdilər ki, bunlar barışa bilməz. Hala politik yapılmış da var olan içiliklər, diqqət buyurun, bu həman şeydir ki, mən deyirdim. Hala indiyə qədər politik yapılmış da var olan, deyir ki, politik təşkilatlarda, sistemdə yapılmış, yəni sistemi ki, əlan Türkiyədə ya İranda var, bunu deyirik. Hala politik yapılmış, yəni sistemi ki, İranda düzəlibdi, siyasi sistem, var olan ikiliklər, ikiliklərə diqqət eləyin. O ikiliklər, doqanəgi, sənəviyyət, bu yanlış hərəkətin sonuclarıdır. Deyir ki, bu yanlış hərəkətin sonucudur. Adam həm terror elir, həm dünya beynəlməl qanunlarına deyir, mən qəbul edəcəm. Adam həm səfirləri əsir tutur, həm deyir, mən dünya qanunlarını qəbul edəcəm. Həm deyir, mən hüquq bəşəri qəbul edirəm, həm də hüquq bəşəri qəbul eləmir. Baxın, politik hər ikisi şeydir ha, çəlişkilidir, bir-birindən ziddidir. Həm demokrasini qəbul edir, həm də qoymur insanların rəyin Rıza Şah zamanından bu günəcan sistemlə mühəndislik edirlər. Həm məclisi qəbul edir, həm də məclisə təvlə deyir, qanunu qəbul eləmir, qanunu ayaq altına salır. Yəni, hər şeyə baxışız, iki cürlük şey var. Mətbuatı qəbul eləmişik, amma gərək sansur ola, gərək ki, xud sansuru ola. Daha nə mənə? Azadlığı qəbul eləmişik, amma azadlıq biz dediyimiz şeylərdə azadlıq var. Ya o yazandan sonra azadlıq yoxdur. Yap əzi belədir. İkiliklər bu yanlış hərəkətin sonuclarıdır. Bu yanlış hərəkətin sonucu budur ki, hər şeydə bir ikilik var. Ziddilər bir-birinə. İki türlü məhkəmə, iki cürə dadgah. Diqqət buyurun, İranda 50 cürə dadgah var, amma iki cürlü dadgah. Bir sünnət dadgahı, din dadgahı, fiqh əsasına, bir də məmuli dadgah. Hüquq bəşər deyir ki, adam edam eləmək olmaz. İnsanlar özləri bilərlər, nə cür yaşarlar, nə cür kimlə evlənərlər, kimlə gedərlər, kimlə... Bu deyir, yox, sən küçüyə, xiyabana niyə belə çıxımsan, aparır mühakimiyə? Fiqh əvəzinə, fiqh qanunu, yəni onu mühakimə edir. Bu deyir ki, mən istiqlal istəyirəm, o deyir ki, sən istəyə bilməzsən, səni mən filan qanundan, təcziyə tələbliğinə, qanunu da yoxdur. Yəni, qanun gərək qoyasan buna, təcziyə tələb biləşi nədir? Amma yoxdur. İki türlü məhkəmə, iki türlü ürətim, tolid. Üzr istəyirəm, öyrətim, təlim sistemi. Bir danışqah, bir məktəb. Danışqahlar da əlbəttə indi də çönüblər məktəbxanaya da, mollaxanaya. Yəni, bir hozə elmiyyə var, bir də danışqah var. Diqqət buyurun. Daha nə mənə var? İki türlü vergi, iki cürə maliyyat. Diqqət buyurun. Bir maliyyat ki, dövlət alır, bir maliyyat ki, mollalar alırlar. Xums, zəkat, mali, imam, nə bilim, filan, bəhman. İki türlü budca. İki türlü budca. Baxın, budca İranda daha çox türlüdür. Bir budca, gizli budca, bir açıq budca. Bu bir. Bir
Mollalar aldığı pulla, puda bucadı da, mollalar millətdən pul alırlar. Bir də bu pul. Bir sənduq nə nədir bu? İmdadı Xümeyni var. O pul alır millətdən. Bir nədir o xalqın malını əlindən alırlar. Müsadirə əmbal var. Bir də şey var. İki türlü yasa, iki cürə qanun. Bir qanuni mədəni var, bir qanuni fiqh. Bir qanuni beynəlmiləl var, bir qanuni fiqh. Bunlar ikilikdir. Son paragrafı oxuyayım, qutarım. Çünki burada hava 30 neçə dərəcəni geçdi və gün əslində məni yandırır və islanmağa başladım. Özətlə bu ikiliklər saymaqla yetməz. Deyir ki, xülasəsi bu ikilikləri, sənəviyyətləri ki, İranda da çoxdur, saymaqla yetməz. Mədrəsə ilə oxul. Bir mədrəsə var, yəni Hovza-i Elmiyə, bir okul var, yəni yeni sistem. Bir ikilik yaratdığı halda, bu yəni okulla mədrəsə, Hovza-i Elmiyə ilə mədrəsə, bir ikilik yaratdığı halda hər okulun içində də yenə bir türlü ikiliklər vardı. Hər bir mədrəsənin içində də bir cürlük ikilik vardı. Yəni, adam bilmir ki, ana dili bir şey, düşmən dili bir başqa bir şey. Adam bu tərəfdən oxuyur, məsələn, fəlsəfə budur, o tərəfdən dini oxuyur ki, deyir, yox, belə bir şey yoxdur. Bu tərəfdən imamzadələr var, o tərəfdən, məsələn, şey var. İndi Xameneyi bugün danışıb, ha vaxt danışıb, deyir ki, mənim nəzərimə korona bir böyük müsibət deyib, biz bundan qabaq görmüşük. Əymi, ədhara, duaya yapışın, xüsusən Səhifə-i Səccadiyənin 7-ci şeyini oxuyun. Baxın, onunla pezeşki bir yerə girməz. Belə çəlişkilər var. Yalnız hərbiyə ilə tibbiyyədə Avrupalı bir öyrətim yöntəmi izləyinirdi. Deyir, yalnız o dövrdə, yəni Osmanlı dövrəsində bir tibbiyyə mədrəsəsində, yəni pezeşki, bilirsiniz, bu pezeşki bilmirəm nə deyirlər, daru-dərman. Tibbiyyə, yəni daru-dərman. Çünki tək pezeşki yoxdur ki, orada, dava da var, əlac da var. Tibbiyyə və hərbiyyə, yəni ordu. Deyir, bu ikisində Avropa sistemin, öyrətimin, yəni onun təlim, tərbiyyətin izlənirdi. Deyir, bu ikisində bu var idi, qalanında ikilik var idi. Deyir, öz üstən, deyir ki, Avropanın sistemi fəqət bu iki mədrəsədə var idi. Qalan yerlərdə yox idi. Onlarda ikilik var idi. Bu sayədədir ki, yəni bu hərbiyyədə və hərbiyə, yəni cəng ilə ilgili olan mədrəsələrdə, tibbiyyədə ki, dedik, hər şey ki, sağlıqla ilgilidir. Bu sayədədir ki, yəni bu ordunun və tibbin sayəsindədir ki, İranda da dəqiqən belə bir şey olur, görürsünüz ki. Bugün milli həyatımızı qurtaran böyük kumandanlarla kişisel həyatımızı qurtara biləcək bilgin doktorlara sahibik. Deyir, bu günləri görürsünüz ki, bugün milli həyatımızı, millət olaraq bizim həyatımızı qurtaran böyük kumandalar, ordudan, əlbəttə İranda belə bir şey yoxdur. Bizim Əraq savaşında adamlarımızı ölümə verən kumandanlar var idi. Bilə-bilə ki, əməliyyat düşmən bilibdir, casuslar xəbər veriblər, adamları öldürəcəklər, deyir, biz bu işi görəcək. Ya Zəhra gedin ölür. Onlar 1000 nəfəri ölümə verir. Belə bir sistemə biz malik yox İranda. Bugün milli həyatımızı qurtaran, Türkiyədə qurtardı Atatürk'ün yanında işləyənlər kimi böyük kumandanlar var idi. Atatürk onlardan biri idi. Amma Atatürk sonra şey oldu, lider oldu. Yoxsa Atatürk deyildi. Onun yanında onlarca Atatürk kimi adamlar yetişmişlər, yüzlərcə o savaşları aparırdılar. Atatürk bir cibhədə idi. Türkiyənin başında, Osmanlının başında savaş aparan kumandalar var idi. Yəni fərmandeh. Kumandan fərmandehdir və latindən girmə bir sözdür. Kişisel həyatımızı qurtaran, kişisel yəni fərdi, şəxsiyyəti, fərdi, kişisel yəni fərdi, bireysel həyatımızı qurtara biləcək bilgin döktürlər, alim döktürlərə sahibik. O iki mədrəsənin arasında. İndi bizim də İranda heç olmasa döktürlərimiz bir sahədə uzmandılar. Bəzən də mühəndislərimizi bu cür bir sahədə, bəlkə bəzi sahələrdə bəlkə demək olar, amma çox az.
Bu iki məslək sahibləri içində Avropadakı məsləkdaşları ilə bu ölçüşə biləcək uzmanlar yetişməsi, özəlliklə hərbiyyə və tibbiyyə okullarının ikilikdən uzaq olması sayəsindədir. Deyir ki, bu iki məsləkdə, həm ordu məsləkində, həm tibbi məsləkində Avropadakı məsləkdaşlar, yəni oradakı məsləkdaş, yəni həmkar. Deyir ki, oradakı tibbilərinə, tibbi və sağlıqla işləyənlərlə boy ölçüsü, boy, yəni elə onlar nə ucalıqdadır, bunlar da ucalıqdadır. Onlar nə işi başarırlar, bunlar da o işi başarırlar. Boy ölçüşə biləcək uzmanlar yetişməsi. Deyir ki, onlarla müqayisə ola bilər, qiyas ola biləcək, boy ölçüşə biləcək, yəni qiyaslana biləcək uzmanlar yetişməsinin dəlili nədir? Özəlliklə hərbiyyə və tibbiyyə okullarının ikilikdən uzaq durmasıdır. Yəni Atatürk və əlbəttə Atatürkdən öncə Osmanlı Sultanı icazə vermədi okulda qədimi şeylər gəlsinlər, ordu mənsubları gəlsinlər, dərs versinlər. Onları qoymadı. Necə ki, qədimi, məsələn, deyək ki, İranda ciyahi deyirlər. O tələf döhdürlərini də qoymadılar, gəlsinlər orada dərs versinlər. Çünki bu bahis olardı ki, orada ikilik çıxardı. Və ikilik çıxanda sonra da görərdin insanlar İrandakı kimi gəlirdi ki, pəmbəni qoyucudan filan yeri və korona tutmasa. Yeniçerinin, diqqət buyurun, Yeniçeri Osmanlı dövrünün ordusunun adıdır. Yeniçerinin savaş tekniki ilə həkimbaşıların tibb teknikləri bu okullara girmiş olsaydı, deyir, əgər Yeniçerinin, yəni Osmanlı dövrünün hakim olan ordusu, deyir, onun savaş teknikləri ilə həkimbaşı ki dərbarda idi, onların Osmanlı dövründə əgər bunlar gəlsəydilər, tibb okullarına girsəydilər, tibb tekniklərinə girsəydilər, bu okullara girmiş olsaydılar, deyir, bu mədrəsəyə girsəydilər, bugünkü şanlı komutanlarımızla ünlü doktorlarımıza sahib ola biləcək miydik? Deyir, indi bugünkü şanlı, yəni başuca, iftixarlı komandanlarımız, burada komandan yazıbdır, komutanlarımızla ünlü adlı, məşhur, ünlü doktorlarımıza sahib ola bilər miydiniz? Belə soruşur. Əziz dostlar, 46-cı səfəni də oxuduq başdan başa. Çox sağ olun. Umaram ki, faydalı olmuş olsun. Diqqət buyurun, bu son bəhsi ki elədik. Bu bəhs İranın bugünkü dərdidir. Bu günləri, geçən günlərdə bir təhlil oxudum. İranın deyirlər səddi, neçə səddi? Səddi Lətyandır, səddi Kərəcdir. Doludur dua ilə. Çünki bunlar hey dua yazırlar, gətirirlər oran bu millətin ağzı bağlansın, çıxıb rahbimalıq eləməsin. Belə bir hökumət də təbii ki, koronası da belə olar, filan da belə olar. Sağ qalın, görüşmək üzrə.